İnsan özünü tanımaya başlayanda ilk qarşılaşdığı həqiqət nə olur? Sən içindəki düşməni əgər qabağını ala bilsən, çöldəki düşmən heç vaxt sənə ziyan vura bilməyəcək. Ölümlə üzləşmiş insanlar həyatının dəyərini daha yaxşı anlayırlar. Özümün də həyatımda ilk eşitdiyim hədis bu hədisdir. İlk yazdığım hədis də bu hədisdir. Ego insanın şəxsiyyətinin 3 hissəsindən biridir və ego yaxşı bir şeydir. Doymayan, daha sərhəd tanımayan bir mən nəsli var. Həzrət Əli irfana çatmışdı, yoxsa yox? Həqiqətə çatmışdı, yoxsa yox? Evdə vəhşi bir heyvan böyüyəcək, yırtıcı bir heyvan böyüyəcək. Bunun qabağını necə alacaqsınız? Və irfan hardan gəldi çıxdı? Biz əxlaq bilirik, təfsir bilirik. Çox motivasiya ilə yaşayan insanlar daha çox riyakarlığa geyəcək get-gedə. Özlüyündə nəfs əslində pis bir şey deyil. O fitrət olmadı. Nəyin üzərindəndir? Mənim sərhədlərim var, mən öz haqqıma girə bilmərəm. Bütün cümlələr məndəndir. Bəs bu mənlər axı cəhənnəmə gedən bir yolun başlanğıcıdır. Kamil insan daha çox məsuliyyət hiss edən insandır. Çünki axı Allahın adları bunda təcəlli eləməlidirsə, Allah nə etməlidirsə, bu onu eləməlidir. Hamı gözləyir ki, bu iki ustad bir gün görüşsün. Bunların arasında bir, belə deyim də, bir dava düşsün də, görək kim qalib gəlir, fəlsəfə gücüdür, yoxsa irfan? İnsan özünə baxdıqca, daha dəqiq və dərin baxdıqda Allahın adlarını görməyə başlayır. Ölmədən əvvəl ölmək. İrfanda ölmədən əvvəl ölmək ifadəsi keçir. Bu ifadə simvolik olaraq insanın hansılı daxili çevrilməsini, dəyişilməsini izah edir. Kimdən başlayaq? Niyə ölümdən başladıq? Yaşamaqdan danışaq, həyatdan danışaq. Yox, bu ölmədən əvvəl ölmək. Eləməli ki, yaşamaq kimi izah olunsun, təfsir olunsun. Əslində elə o bir ucu gəlib yaşamağa çıxır. Əslində Əsl həyat yaşamağa. birinci ölümlə başlayır da. Yəni doğrudan birinci ölüm gəlir də, sonradan işığa çıxırsan, gözü açırsan. Deməli, əslində reallıq elə ölümdür. Bir də ölümü biz hər an yaşayırıq. Ölüm həyatımızın sonu deyil ki, hər an ölmə və dirilmə prosesi paralel olaraq gedir. Təbiətdə bunu görürük, bədənimizdə bunu görürük. Yaşımız artdıqca bizim bədənimizdə hüceyrələr ölür, yerinə yeniləri gəlir. Hisslərimiz ölür, dirilir, sevgi hissimiz doğulur, məhv olur, nifrətlə əvəzlənir. Əslində, ölüm bizə yad bir şey deyil də, ölümdən heç qorxmağın mənası da yoxdur. Rövşən bəy sanki bizə ölümə hazırlayır. İndi mövzuya gələ-gələ. Deyirlər ki, fəlsəfənin əsas qayəsi odur ki, yaxşı ölməyi öyrətsin. Yaxşı ölməyi bacarmayan, yaxşı yaşamağı da bacarmaz. Deməli, ölmə bir hazır olmaq lazımdır. Ancaq indi inşallah Allah ömür versin, real bir ciddi uzun bir ömrümüz olsun. Belə bir fəlsəfədə belə bir ifadə var. Memento mori deyirlər. Yəni öləcəyi unutma. Bu orta əsr rəssamlarının əsərlərində də bunu görmək olar. Görürsən ki, skeletlə şəkil, kəllə sümüyü ilə şəkil, qum saatı ilə şəkillər var. Bunlar hamısı o memento moriyə işarə eləyir ki, öləcəyi heç vaxt unutma. Məşhur filmdə var Memento Mori. O bütün hamısında o ölümə köklənir. Yaxşı, nəyə görə ölümü unutmamalısan? Ona görə ki, sən həyatın keçici olduğunu anlayanda əlində olan həyatın daha yaxşı dəyərini bilirsən. Yaxınlarının daha çox dəyərini bilirsən. Əzizlərinin daha çox dəyərini bilirsən. Və əlində az olan bu həyatı daha gözəl istifadə etməyə çalışırsan. Nəyin dəyəri yoxdur? O ki, çoxdur. Nə ki, azdır, qızıldır, brilyantdır, bəzi daşqaşlardır. Onların əslində dəyərliliyi sayılarının az olmağındadır da. Sayı azdır, nadir tapılır, dəyərlidir. Ömür də o cürdür. Sən anlayanda ki, ömür qısadır, barmağının arasından o qum dənəcikləri tökülüb, yox olub gedir, bunu saxlamaq olmur. Onda sən çalışırsan, hər anının qədrini biləsən və hər dəqiqəvi düzgün formada istifadə eləyəsən. Irvin Yalom'un bir əsəri var, Ekzistensial terapiya. Orada danışdığı mövzulardan biri ölümdür. Və o deyir ki, mənim müşahidələrimə görə ölümlə üzləşmiş insanlar həyatının dəyərini daha çox bilirlər, daha yaxşı anlayırlar. Və deyir, nə qədər insanlar var ki,
intihara cəhd ediblər, ancaq alınmayıb. Ondan sonra həyatları dəyişib və həyatdan daha möhkəm tutunublar. Hətta bir neçəsinin örnəyini verir, deyir, onkoloji bir xəstəlik keçirir, əməliyyata girir, ölümlə üzləşir, sonra əməliyyatdan ancaq sağ çıxır və deyir, çıxandan sonra bu deyir, gəlir evə, mətbəxdə soyuducunun qapısını açmaqdan belə adam həzz alır. O olur ya, birdən gecə yarısı durursan, Deyir, açırsan. onların lamisi orqanları da bir başqa, sanki güclənir. Dərki də güclənir, həyata yapışırlar. Həyata yapışırlar. Yəni, əslində ölümü düşünmək elə də pis bir şey deyil, o insanı daha da düşündürür. Steve Jobs'un belə bir ifadəsi var, deyir ki, həyatda ən mühüm qərarları verəndə ölümü düşünmüşəm və ölümün fonunda insanların tənqidi, psixoloji tələlər, işimin nəticəsi hamısı gözümdə məhv olur da. Ondan sonra deyir, daha yaxşı qərar verirəm. Yəni, artıq sənin üçün heç kəsin fikri önəmli deyil. Onda deyir ki, diqqət eləmişəm, qərarlarımı daha yaxşı verirəm. Deməli, ilk öncə onu deyim ki, bu hədisdir. Ölməmişdən qabaq öncə ölün. Və özümün də həyatımda ilk eşitdiyim hədis bu hədisdir. İlk yazdığım hədis də bu hədisdir. Və ilk xutbəyə başlayana çıxış elədiyim ilk ayə də bu ayə olub ki, Peyğəmbərin kəlamıdır, Quranda keçir. Mən sizdən əhl-i beytimi sevməyimi istəyirəm, sevmənizi istəyirəm də. Yəni, məni lap keçmişmə qaytardınız, bu bir məsələ. İkinci məsələ budur ki, irfanda insilah adlı belə bir mövzu var. Məqamları keçmək. Ölməmişdən qabaq ölün, yəni o məqamları keçin, neyin, qovuşun da Rəbbi özə, Allaha özə. Bu məsələnin bir tərəfi. Amma o ki, qaldı ölmək, ölməmişdən qabaq öncə ölün. Mark Twain'in belə bir sözü vardı. Deyirdi ki, insan həyatında iki mühüm gün var. Biri doğulduğu gündür, biri də niyə doğulduğunu anladığı gündür. Bu iki dənə mühüm gündür. İsa Peyğəmbər isə biraz fərqli, maraqlı toxunur. Deyir ki, iki dəfə doğulmayan insan bu həyatda heç vaxt meyraca yüksələ bilməz də, mənəvi səmalara yüksələ bilməz. Biri ana bətnindən doğulmaqdır, biri dünyanın bətnindən doğulmaqdır. Amma bu dünya içində baş verir bu proses. Dünyanın içində dünyadan doğulursan, dünyadan qopursan, dünyadan çıxırsan, başqa bir aləmlərə seyr eləməyə başlayırsan. Bu məsələnin bir tərəfidir. Bir də əxlaqi nöqteyi nəzərdən məsələyə biz baxıb belə təhlil eləmək olar. Bəzi ariflərin bir yanaşması var. Deyir ki, ölməmişdən qabaq ölün, yəni bir nəfsi öldürün də. Nəfsi də öldüründən məqsəd nəinki, məsələn, dünyanın neymətlərindən vaz keçin, dünyadan qopun, inzivaya çəkilin, əslabı deyil də. O nəfsin artıq istəkləri ki var, doymaz nəfsdən söhbət gedir də. Onları kənara qoymalısınız. Və maraqlı bir bənzətmə eləyirlər, onu istəyirəm bölüşüm. Çox maraqlı yanaşırlar məsələyə. Biz Quranda bir surə var, adı Bəqərədir, inək. Niyə o suranın adı Bəqərədir? Hadisəsi, qissəsi, dastanı belədir ki, bir şəxs öldürülür və öldürüləndən sonra onun qatili axtarılır və qatilini axtarmaq istəyir, Musa Peyğəmbər cavab verir. Allahdan əmr gəlir ki, Musaya ki, Musa inək dinən kəssinlər. İnəyi kəsəndən sonra onun sümüyünü götürsünlər, ölüyə vursunlar, ölü diriləcək, qatili kimdir deyəcək. Bu hadisə. Yaxşı. Bunun maraqlı bir məqamı budur ki, Musa Peyğəmbər bunlara deyir ki, biz Tur dağında Allahla danışır, gəlir bunlara deyir ki, biz Allahdan mənə əmr gəldi ki, siz inək kəsməlisiniz. Bunlar da qəbullana bilmir, deyir, necə inək? Yəni, bu boyda hadisəni xırda bir dənə məsələyə nə həll eləmək istəyirsiniz? Yoxsa sən bizə görə necə inəkdir o? Yəni, bu qeyri-adi bir şey olmalıdır da. Bunlar elə bil ki, qəbullana bilmirlər ki, böyük hadisəni kiçik məsələyə nə həll eləmək olar? Yaxşı, Musa gedir Tur dağına, get gəl, neçə dəfə edir, bunlar razılaşmır, get gəl. Orada bir neçə dənə söz deyilir. Biri budur. Deyir ki, siz nə istəyirsiniz də? Deyir ki, biz inəyi kəsməlisiniz də. Onlar deyir ki, bəs yaxşı. Onda rəngin nə rəngi olsun o dinə. Musa deyir ki, rəngi sarıdır. Bunu eşidirlər, sonra deyirlər ki, sonra. Davamı var da, sonra deyir ki, o elə bir inəkdir ki, la zəlul, ram deyil. Deyir, sonra. Yenə tutarmırlar da, sonra. Deyir, o elə bir inəkdir ki, nə yeri şumlamaq istəyir, nə suvarmaq istəyir. Belə gedir də, elə mövzu bitmir. İnəyin kriteriyalarını sayır. O qədər çətinləşdirirlər mövzunu ki, sonra. Deyir ki, o elə bir inəkdir ki, onun rənginin üzərində başqa bir ləkə yoxdur da, başqa bir rəng yoxdur. Sanki bir ibadətdə də prestij axtarırlar da. Yəni, mən qeyri-adi bir ibadət verir də. Yəni, belə axırda bir məsələ olmasın.
Amma ariflər nə deyir? Gəldim çatdım bu nöqtəyə. Deyirlər ki, o inək nəfsi simvolizə edir. Nəfsi simvolizə edir. Rəngi sarıdır. Sarılıq bir növ saraldı, soldu, solğunluğu simvolizə edir. Təbiəti, dünyanı simvolizə edir, faniliyi simvolizə edir. Amma yaşıl həyatı simvolizə. Xızırın adı Xəzradan götürülüb də, ayağını hara qoyarsa nə olar? Yaşıllaşar, həyat verər ora. Bu sarıdır, yəni nəfs sanki fənaya dəvət edir insanlar, faniliyə dəvət edir insanlar. Amma təsəvvür nazirin, psixologiyada rənglərin də mövzusu var da, bəzi sarı rəng deyirlər, biraz adamı xoş gələn rəngdir. Deyirsən ki, bu dünyada bir xoş gələn tərəfi var da, insana elə bir çəkir özünə cazibəsi, cəzbi, amma diqqətli olmalısan da, aldanmamalısan. Sonra deyir, la zəlulun, o deyir, ram olmur o heyvan. Ram deyil, bu nəfs nə mənada? Yəni Allahın buyruqlarının qabağında ram deyil. Belə bir xüsusiyyəti var. Sonra deyir ki, nə yeri şumlayır, nə suvarır, onunla yeri suvarmaq olur, məsələn. Bunun mənası budur ki, yəni yeri şumlamaq, o suvarmaq, yəni əkmək, becərmək, yaratmaq. Yəni bu nəfs istəmir də necə yaratsın, qursun. Nəfsin ki, dağıtmaqdır, sökməkdir. Bu nəfsdə xüsusiyyət yoxdur. Və dördüncü də xüsusiyyət deyir, budur ki, deyir, musəlləmətun. Bunun üzərində ləkə yoxdur da, ləkə yoxdur, yəni rəng yoxdur da. Bilirsiniz, bəzi vaxtlar o heyvanların üzərində bir rəng çəkərdilər ki, bəlli olsun ki, kimindir də. Deyir, bu nəfsin də üzərində bir rəng yoxdur, bir lahir rəng yoxdur da, yəni Allah rəngi yoxdur da. Sanki neynəmək istənir, öz rəngi var, öz rəngindən də çıxmaq istəmir, ilahi rəngə boyanmaq istəmir. Bu nəfs öldürülməlidir deyir. Elə eyni zamanda da qətlə yetirilir. Qətlə yetiriləndən sonra o dirilir, onun sümüyünü vururlar insana, insan qalxır qatil, əsl qatili deyir də. Ariflər deyirlər ki, o nəfs ölən kimi fitrət oyanır. Fitrən oyanan kimi deyir, nəfs əsl qatil kimdir? Sən qıraqda axtardın düşmən nərvi. Sən ən böyük düşmən sənin içindədir, sənin xəbərin yoxdur. Sən içindəki düşməni əgər qabağını ala bilsən, çöldəki düşmən heç vaxt sənə ziyan vura bilməyəcəkdir. Sən ziyan çəkmirsənsə bu aləmdə nöqtə sənsən, başlanğıc sənsən. Bir dənə də bu mənada mutu qəblə ən təmutu hədisi ki var, orijinaldan dedim sizə. Ölməmişdən qabaq ölüm belə də izah edirlər ki, yəni o nəfsi öldürməlisiniz. Burada maraqlı bir psixoloji bir tələ var. Hamı bilir ki, öləcək. Ancaq heç vaxt ölməyəcəyi kimi hamı yaşayır. Və araşdırmalar göstərir ki, insan psixologiyasının xüsusiyyətlərindən biri insana heç vaxt ölməyəcəyini göstərməkdir. Bu əslində psixologiyanın müdafiə mexanizmidir. Yəni, biz əmin olsaq ki, hər an ölə bilərik, biz komfortlu, rahat yaşaya bilmərik də. Ona görə psixologiya bir növ bizi aldadır, heç vaxt ölməyəcəyimizi bizə bir təlqin eləyir, ona görə mən rahat yaşayıram. Məsələn, nə qədər əsərlər var ki, orada göstərirlər ki, insan biləndən, edamdan əvvəl edamı müşahidə eləyir, adamın bütün psixologiyası dəyişir, adam travma yaşayır. Yəni, o edamla indi hazırda mən öləcəm fikrini bilmək arasında nə fərq var? Əslində heç bir fərq yoxdur. Və yaxud da yasa gedirsən, bilirsən ki, bu adam dünyasını dəyişib, sən də dünyanı dəyişəcəksən. Ancaq onunla belə sənin psixologiyaya mənfi təsirləmir də. Bu psixologiyanın bir qoruma bir mexanizmidir. Karl Jaspersin maraqlı bir yanaşması var. Deyir ki, psixologiya bizi belə qoruyur, ancaq bunun da bir acı bədəli var. Acı bədəli nədir? Sən həyatda bir çox önəmli mövzuları qaçırdırsan. Sən ölməyi anlamaqla bir növ sənin o qurduğun o zireh var, o çartlayır, o dağılır və dağılandan sonra sən bəzi həqiqətləri daha yaxşı anlayırsan. O sizin dediyiniz kimi də ölməmişdən əvvəl ölməyi, insan dərk eləməyi bir çox həqiqətləri anlamağına gətirib çıxardır. Nəfslə davam edək. Bu klassik ilahiyyatda nəfs anlayışı çox geniş işlənir. Müasir insanın nəfsi daha çox hansı formada görünür? Tamah, diqqət aclığı, ego, sosial media kimliyi, yoxsa daha başqa hansısa formalar var? Çox sağ olun. Baxın, mən deyərdim, bitmir, qutarmır. O qədər formaları təzahür eləyir ki, nəfsin ümumiyyətlə xüsusiyyəti doymazlıqdır və çeşidləri də çoxdur təqdim etdiyi o çeşidlər çox boldur da. Özü müasir dünyamızda da lap çoxalıb. Həddən ziyadə boldu. Həddən ziyadə boldu. Hətta deyirlər, Peyğəmbərin belə əleyhissalama sözü var, maraqlı bir sözü var. Deyir ki, nə qədər hidayət yolu varsa şeytan və iblis o qədər də zəlalət yolu tanıyır da. Yəni, yol çoxdur da, azğınlıq yolu çoxdur. Amma bugün müasir, nəfs adətən, yəni nə? Nəfsə belə tərif verək də. Nəfs yalnız özünü, maraqları özünə maraqlıdır. Nəfs yalnız özünü düşünür. Ona heç kəs önəmli deyil.
Nəfsin xüsusiyyəti belədir də. İndi soruşuruz bugünkü nəsli necə görürsən Hacı? İndi tamdan söhbət getmir, yaxşı da var, belə də var, o da var. Belə gəldim, doymayan, daha sərhəd tanımayan bir mən nəsli var. Və onlar üçün maraqlı deyil ünsiyyətlərin pozulması, onlar üçün maraqlı deyil kimlərsə itirmək, o kimlər hətta ana, ata, bacı, qardaş, övlad olsa da belə bəzən. Və bu, o nəfsin təcəssümüdür. Deyərdim ki, müxtəlif çalarlarda özünü göstərir və bu gün də bu. Dediyimiz, sadaladığımız hamısını nəfsi xüsusiyyəti kimi göstərir. Burada biraz yenə dırnaqarası psixoloqlara Daş atmaq istəyirsiniz. atım keçib də atım. Çünki bu mentorlar, life coachlar, bu bəzi dırnaqarası psixoloqlar ancaq bütün verdiyi tapşırıqlar, dərslər, bütün bu psixoloji təmrinlər hamısı nəyin üzərindəndir? Mənim sərhədlərim var, mən öz haqqıma girə bilmərəm, bütün cümlələr məndəndir. Bəs bu mənlər axı cəhənnəmə gedən bir yolun başlanğıcıdır. Yoxsa yox? Çünki hər şey məndir. Yaxşı, mənsiz mümkündürmü? Ümumiyyətlə, nəfsiz mümkündürmü? Amma bəs məni də öldürmək gərəkirsə onda neyniyək? Yəni, onda indi bir dənə baxaq ki, biz hansı nəfsi öldürmək istəyirik də. Nəfs nədir? Nəfs bizə ehtiras verir, nəfs bizə doymamazlıq verir, nəfs bizə qəzəb verir, nəfs mübarizə eşqini bizdə diri saxlayır, nəfs bizə yaşamağa məcbur edir, nəfsə görə ailə qurursan, pul arxasınca gedirsən, yüksək ambisiyaların olur. Bunlar hamısı nəfsdən gəlir. Deməli, öz-özlüyündə nəfs əslində pis bir şey deyil. O fitrət olmadı. Yox, bu fitrətdə tam ilahi pak bir Kamran müəllimin şeylər dediyi var. ilə mən başa düşdüyüm qədər Kamran müəllim tam başqa mövzu deyir. Yoxsa yox, Kamran müəllim nəfsin insanın o rəzil xüsusiyyətlərindən danışır ki, onun adı nəfsdir. İnsanın bir fitrəti də var. Fitrət belə deyək də ali duyğuları var. Fitrətlə nəfsin arasında. Fitrətlə nəfsi ayırmalıyıq elə bilirəm burada. Onda Nəfsin bir xüsusiyyətləri dənə onda biraz dərinə enək. Gəlin, Orada enək. artıq fitrəti görürük. Fitrət nədir? Bunu Carl Gustav Jung'un belə bir anlayışı var. Kollektiv şuursuzluq. Yəni, kollektiv şuursuzluq bütün insanları birləşdirən müştərək cəhət. O bizim fitrətimizdir. Biz fitrətə inəndə nə görürük? Görürük ki, orada məlumatlar var, bir də orada hisslər var, meyillər var. Orada hansı məlumat var? Məsələn, deyirlər ki, sən fitrətə qədər ensən, indi Carl Gustav Jung'un ifadəsi ilə o kollektiv şuursuzluq, adını ona görə qoyub kollektivdir, bu hamıda var. Sən orada görərsən, yaradıcı bir varlığın olmağı barəsində məlumat var. Sən orada görərsən ki, qanuna ehtiyac mövzusu orada var. Sən baxıb görərsən ki, məsələn, onun arxetipləri var da, arxetiplərdən biri qəhrəman arxetipidir. Carl Gustav deyir ki, bütün xalqların fitrətində bir qəhrəman gələcək məni qurtaracaq ideyası qoyulub. Deyir, bunu onların nağıllarında görə bilərsən, mifologiyasında, folklorunda görərsən. Bütün xalqların mifologiyasında bir dənə qəhrəman personaj var. İndi birində əjdahanın üstündədir, birində atın üstündədir. Ancaq bu deyir ki, mən araşdırmalarıma görə baxıb görmüşəm ki, bax bu kollektiv şuursuzluqda biz ona indi dində fitrət deyirik də. Orada belə bir ideologiya var. Bir də meyillər var. Mütləq kamalı olan eşq ki var insanın fitrətində. Ona görə də bu tələb edir ki, kamil insan axtarır. Kamil insan da elə gəlib xilas eləməlidir bəşəriyyəti. Gəlir, siz demişkən də bəzi vaxtlar bu əjdaha bilir onu, bəzi vaxtlar yanlış bilir, bəzi vaxtlar düz tanıyır. Amma yenə də qayıdır, Röşənəm demişkən, insanın o fitrətinə. O fitrətin o ehtiyacıdır ki, və insan da belə deyək də, ora özünə də qayıdış da budur da, yəni özünü axtar tap, özünü insan axtarıb tapanda gör ki, bu deyil də, mən bu deyil. Yəni, bu bizim daxil mütəfəkkirlərimizdən birinin yaxşı bir sözü var, çox maraqlı ifadədir. Deyir ki, insan təbiətən canlıdır, zooloji canlılıqdan söhbət gedir, fitrətən insandır. Əl-Mizan təfsirinin müəllifinin belə bir sözü var, böyük İslam mütəfəkkirlərindən biridir. İnsan təbiətən canlıdır, fitrətən insandır. Yəni, belə deyək, potensial insandır. İnsan ola bilər. İnsan ola bilər. Hə, insan ola bilər. Hətta Sədra fəlsəfəsində insan məfhumu deyir, 4 dənə hissədən təşkil tapıb da, onun bir bəhimiyyət, canlı
o heyvan tərəfi var. Orada da məsələn yemək istəyir, su istəyir, ehtiyaclarını ödəmək istəyir. Sonra yırtıcılıq tərəfi var. Qəzəb hissi, məsələn, əxlaqda bəhs olunur. Yırtıcılıq, məsələn, görsən, həsəd oradan qaynaqlanır, tamah oradan qaynaqlanır. Görsən, anası bacısına biraz ehtiram edəndə bu hirslənir, o tərəfə keçən kimi gözünü çıxardır. Bu hansı hissdir? O, belə deyək də, yırtıcılıq. Üçüncü deyir, şeytənət tərəfi var insanın. Şeytənət nədir? Belə ki, o 2 dənə hisslərə çatmaq üçün proqramlar verir. Deyir, belə elə, qeyb çatacaqsan, belə elə, bunu əldə edirsən, belə elə, aldat, bunu elə, belə elə. Dördüncü də deyir, mələki tərəfidir insanın, o ali tərəfi, fitri tərəfidir ki, o deyir, insan yetkinlik yaşına yetişəndə aktuallaşmağa başlayır və məhz buradan da çıxarış eləmək olur ki, bu gün məsələn dünyanın ki, barbar, belə deyək də, dünya elə qışqırır, uşaqlarımızı buraxın, biraz azad olsunlar, özünü tapsınlar. Biz o uşaqlarımızı bu cürünə azad buraxıb nəzarətdən saxlayanda kənar, evdə vəhşi bir heyvan böyüyəcək, yırtıcı bir heyvan böyüyəcək. Bunun qabağını necə alacaqsınız? Ona ki, İslamı təqdim etdiyi konsepsiya nəzarət altında olur. Keçən söhbətimizdə elədik də bu mövzulara. Nəzarət altında olan bir uşaq tərbiyə olunmalıdır. Və burada insan ki, gedir daxilinə axtaranda özünü artıq burada o fitri tərəfində tapır. Və əslində həqiqətini tapmaq o fitrətini tapmaqdır. Və o fitrətin də duyğuları var. Ali duyğuları var, ali istəkləri var ki, orada daha insan egocentrik yaşamaq istəmir. Lev Tolstoyun belə bir sözü var, deyir, öz ağrını hiss edirsənsə canlısan, başqasının ağrısını hiss edirsənsə insansan. Bu elə oradan qaynaqlanan nöqtələrdir də, düz deyil. Bu cürlə mən... Peki bir dənə də dərinə gedək. Məsələn, psixologiyadakı ego ilə irfandakı nəfs arasında hansı o çox nazik fərq və ya yol və ya oxşarlıq var? Məsələn, danışdığımız fitrət insanın mənəvi genofondudur. O fitrəti əksən, oradan insan çıxa bilər. Və bir insan olmaq nə deməkdirsə, biz getsək fitrəti onu orada görərik. Fitrətdən o tərəfə heç nə yoxdur. Yəni, bizim insanlığımızın dibi o fitrətdir. Orada bizim bəzi meyillərimiz var. Yəni, hamı gözəllik axtarır, hamı kamillik axtarır, hamı mükəmməllik axtarır, hamı nəyisə axtarır. İndi dinlər deyir, o axtardığın Allahdır, başqa biri deyir ki, o tamam, nəyisə axtarır. Bu hamısı bizim o fitrətimizdədir. Və də insan nədir, hamısını orada biz fitrətdə bastırılıb. Biraz yuxarı qalxanda, orada artıq biz nəfsi görürük. Nəfs nədir? Nəfsin qəzəb qüvvəsi var, nəfsdə ehtiras var, nəfsdə iştaha var, ambisiya var, iddialar var. Bunlar hamısı nəfsdədir. Nəfsi tam yox eləyə bilərikmi? Bəli, yox eləmək olar, ancaq onda insandan bir şey qalmayacaq. Asket, izolyasiya olunmuş, dağda, mağarada yaşayan bir varlıq olacaq. Ambisiyası yoxdur, heç nəyi yoxdur. Ona görə nəfsi biz ram etməkdən danışa bilərik də. Nəfsi öldürək, onu yox eləyək, bu mümkün deyil. Qəzəbi biz orta həddinə çatdıra bilərik. Ancaq qəzəb hissini tam boğsan, rəqabət hissini insandan almış olarsan. Biri deyir, fərdi inkişaf, o coaching mövzularında danışırlar. Ambisiyanı təhrik eləmək. Bu əslində o qəzəbi təhrik eləməkdir. Mübarizə eşqi bu qəzəbdən gəlir. Bunu yox eləyə bilməzsən. Ehtiras ölsə, insan ailə həyatı qurmaq istəməyəcək, insanda cinsi istəklər olmayacaq və ehtiras yalnız o cinsi istəklər də deyil də. Ehtirasdan bəzən yaradıcılıq doğur. Bəzən ehtiras üzərində incə sənətin yarandığını görürük. Bunlar demək lazımdır, ancaq ram etmək lazımdır. Və nəfs həddi aşsa, insan həyatı olacaq darmadağın, olacaq o heyvan. Yırtıcı, ancaq ehtiras arxasınca gedən, şəhvətinin qulu olan bir dənə bir heyvani bir varlığa çevriləcək. Yaxşı, ego nədir? Hansı ki, psixologiya daha çox danışır egodan. Əxlaq danışır nəfsdən, ilahiyyat və teologiya danışır fitrətdən, ancaq egodan danışır psixologiya. Ego, insan, o biz deyirik psixika, insanın qoruma mexanizmləri. Bütün bunlar hamısı insanın egosundadır. Düzdür, ego deyəndə xalq arasında ego, egoist insan, özünü sevən, təkəbbürlü şəxs kimi başa düşülür. Ancaq psixologiyada ego deyəndə, məsələn, Freydin psixoanalizinə görə, ego insanın şəxsiyyətinin 3 hissəsindən biridir və ego yaxşı bir şeydir. Ego bizi qoruyur, ego bizim beynimizdə bəzi prosesləri işlədir, ego səbəb olur ki, mən hansısa psixoloji travmalardan qorunum. Bunlar hamısı egonun içindədir. Yəni, ego ilə mübarizə aparmırsan.
Ego sənin xeyirveşdir. Ego travmatik ola bilər. Travma nəticəsində zədələnə bilər. Zədələndə daxili balans pozulacaq. Sən kütlə qabağında çıxış eləyə bilməyəcəksən. Və yaxud da ki, ailədə yaxşı bir ailə başçısı ola bilməyəcəksən. Çünki travma almısan, uşaqlıq ssenarilərini ailəvə tətbiq eləyəcəksən. Ona görə egonun balansı pozula bilər. O psixologiyada mən belə başa düşürəm ki, əslində yəni hamı eyni mövzudan danışır, hərəsi bir tərəfindən. O Mövlananın bir beyti var. Orada deyir ki, Hindistandan bir fil gətirirlər, salırlar bir evin içərisinə, qaranlıq bir elə bir yerə və insanlara deyirlər ki, get bax gör orada nədir. Bunlar da fili görməyiblər. Biri gerir qaranlıq otağa, tutur xortumundan, çıxır, deyir ki, bu nazik, uzun bir şeydir. Turbadır. Biri gəlir ayağından tutur, deyir ki, dağ kimi böyük bir sütundur, qaya parçasıdır. Biri gəlir xortumundan tutur, özünə görə təsvir eləyir. Əslində hamı fili təsvir eləyir, hərə tutduğu bir yerdən. Yəni ruh da o cürdə. Bizim içimizdə 10 dənə ruh yoxdur və yaxud da bu nəfsdir, bu fitrətdir, bu egodur. Hərə birini izah edir, o cür deyil də. Bu, yəni ruh aləmində nə məkan var, nə zaman var, nə cins var, hissələr yoxdur, rəng yoxdur. Hamısı bütöv bir həqiqətdir. Biri fitrət tərəfini araşdırır, biri psixologiya gedir, egonu araşdırır, biri əxlaq elmində nəfsi araşdırır. Və gözəllik də buradadır da. Yəni eyni şeydən danışırıq. Ancaq hərə öz dili ilə. Problem nə vaxt yaranır? Biz bunları rəqib kimi görəndə. Deyirik ki, psixologiya əxlaqa ziddir. Əxlaq elmi psixologiyanı qəbul eləmir. Bu yanlışdır. Və yaxud da ki, teoloji tərəfdən, fitrətdən danışırlar. Bu egodan danışır və nəfsdən danışır. Deyir, yox, fitrət və mövzusu bunlardan daha alidir. Biz daha üstdük və o elmlər yanlışdır. Bu rəqabət olanda bu səhvdir. Freud dövründə belə bir fikir yarandı. Dedilər ki, psixologiya elmə və dinə ziddimi? O vaxtı dindarlar dedilər ki, bu psixologiya yeni elmdir. Bu gələndən sonra keşişlərə ehtiyac qalmayacaq. Bizim kilsələr bağlandı. Psixoloq olandan sonra keşişə cəmaatın nə ehtiyacı olacaq? Bu bizim bazarımıza girir. Və başladılar psixoloqların əleyhinə necə lazımdır danışmağa, kilsələrdə, çıxışlarında. Freud qalxdı, dedi ki, düz deyirsiniz. Biz gələndən sonra sizə ehtiyac yoxdur. Çünki cəmaat başa düşəcək ki, sizin işiniz boş bir şeydir. İnsanlara lazım olan psixikadır, psixologiyadır. Ancaq Erik Frommdur, Carl Gustav'ın özüdür. Bunlar dedilər ki, yox, bizlər eyni şeydən danışırıq. O fil kimi də. Mən xortumundan danışıram, sən onun ayağından danışırsan. Ancaq eyni həqiqətdən danışırıq. Sən ona psixika deyirsən, mən ona ruh deyirəm. Sonra Albert Ellis gəldi, o da nöqtəni qoydu. Qayıtdı belə dedi. Dedi, psixologiya nə vaxt yaranıb? 19-cu əsrin ikinci yarısına. O vaxta qədər insanlar kimin yanına gedirdilər? Uşaq gedirdi anasının yanına. Ana orada məktəbdə müəllim belə bir söz deyiblər. Anası deyirdi, möhkəm ol, yaxşı olacaq, mən səni sevirəm. Və əslində ibtidai psixoloji terapiyadır. Gedirlər ruhaninin yanına, el ağsaqqalının yanına. Yəni əslində bu psixoloji metodologiya həmişə olub. Mən bir dənə burada bir fikrimi böldüm. Əslində məsələn Rövşən müəllimin uğuru, daha böyük uğuru belə deyək də, həm də İslam Tohid dünya görüşündən də şükür olsun Allah məlumatdadır. O psixologiyanı danışanda belə deyək də oturur mövzu yerinə. Amma indi gələk məsələn bugün Qərb təqdim etdiyi yanaşma ilə İslam Tohidi dünya görüşü. Burada mən çox fərq görə bilirəm əslində. Nə fərqlərdən biri budur ki, məsələn Qərbin mərkəzdə qoyduğu nöqtə özdür, insandır. Amma Tohidi dünya görüşündə isə Allahdır. Qərb özə güvəndən daha danışır. İslam deyir Allaha güvən. Allaha güvən. Bayaq mən o mənləri deyirəm. Mən istəyirəm deyim ki, bundan o çox, burada tamamilə biz ayrılırıq da. Məsələn, burada daha çox söhbət gedir motivasiyadan. Bir növ, mən hərdən dostlara deyirəm ki, çox motivasiya ilə yaşayan insanlar daha çox riyakarlığa geyəcək get-gedə. Bir var, mən onu bir motivasiya edirəm, içində bir mexanizm yaradıram, onu bağlayıram mütləq qüdrətə ki, sən bax, o görür səni ya, adam özünü göstərmək istəyir axı. Bir dənə belə bir film var idi, Tək Adam. Belə filmin adını səhv də deyə bilərəm, bəlkə də bir düşür adaya, təyyarə qəzaya uğrayır, düşür adaya düşən, daha doğrusu düşür dənizə, oradan da gedir adaya. Topla danışmağa başlayır. Topla danışır. Orada bir dənə maraqlı nöqtə var. Bir şey düzəldəmir, axırı düzəldəndən sonra düzəldib turunsa, belə əlini belə eləyir. Mənə baxın yəni.
Özünü göstərmək istəyir də. Yəni insanda belə bir xüsusiyyət var ki, Deyə mən bunu elədim. özünü göstərmək istəyir də. İslam toyu dünya görüşü. Deyir ki, Allaha göstərdi özü, mütləq kamala göstər özünü. Yəni sən aza niyə özünü göstərirsən axı? Niyə düşürsən özünü aşağıya? Sən axı bu bütün külli aləmin üstünü sənsənsə, ən üstünü özünü göstər. Mən təsəvvür bəzi vaxtlar bir insan bir maşının yanında dayanıb şəkil çəkdirir də. Məsələn də normal idi kimsə çəkdirsin də. Amma sənin dəyərin çox-çoxdur da. Yəni hər şey səndən dəyər tapır zaten. Hər şey, bütün külli aləm səndən qiymət tapır. Səndən oturmaq istəyir, səndən söhbət kesmək istəyir. Səndən istəyir 5 dəqiqə vaxt tapsın, otura bir danışaqdan. Belə biz ədibana, şairana danışıram da. Yəni İslam təvhidi dünya görüşündə bu riya anlayışı göndər. Məsələn bir də hədis çıxdı qabağıma. Deyir ki, "Ər-riya qantaratul ixlas." Riya ixlasın körpüsüdür. Yəni sən o bir dənə düz istiqamət verə bilsən, özünü daha başqa bir istiqamətə göstərə bilsən, tam başqa, yəni bir ab-hava yaranardı, daha özünü xoşbəxt hiss edərsən. Əks təqdirdə bəzi vaxtlar biz məsələn o elə tutaq ki, bu mövzular var, ayırmasaq, yəni böyük fərqlər çıxacaq ortaya. Mən elə bir-iki dənəsini dedim də. İndi məsələn oturub bəhs edəmək olar saatlarla ki, məsələn mən elə təvəkkül anlayışını dedim burada, riya mövzusuna toxundum burada, motivasiya mövzusuna toxundum burada ki, istəyirəm deyim ki, Qərbin təqdim etdiyi mövzu mən mərkəzlilik üzərində dayanıb, təvhid dünya görüşündə isə Allah mərkəzliyi üzərində dayanıb. Bunlar tamamilə bir-birindən ayrılır artıq. Bəs irfanda tez-tez deyilən özünü tanıyan Rəbbini tanıyar fikri praktik olaraq nə deməkdir? İnsan özünü tanımağa başlayanda ilk qarşılaşdığı həqiqət nə olur? Məşhur ifadədir. Mən ərəfə nəfsə fəqəd ərəfə Rəbbə. Hər kim nəfsini tanısa, özünü tanısa, həqiqətən şübhəsiz o Rəbbini tanıyar. Yaxşı, burada ilk sual elə budur ki, mən deyəndə nəyi nəzərdə tuturuq? Özünü tanıyanda bu öz nədir? Bunu bilsək, o Rəbbə olan keçidi də biləcəyik. Birinci ehtimal, özünü tanımaq deyəndə bədən nəzərdə tutulur. Yəni mənim bədənim, əzalarım, içində olan daxili orqanlar, o orqanların fəaliyyəti, damar və ilaxır. Bədən deyəndə bu nəzərdə tutulur. Bu düzdür, yoxsa yox? Bu da düzdür. Hansı cəhətdən sən öz bədənində gedən prosesləri bilsən, anlasan, sən anlayarsan ki, belə mükəmməl bir sistemin yaradılması bu öz-özünə baş verə bilməz də. Sənin içində gedən proseslərin sadə bir dənə prosesi izləyəndə sən heyrətə gəlirsən. Adicə bu əlin yumulub açılması var ha. Biz gündə 1000 dəfə əlimizi yumub açırıq. Bunun içində o əzəllərin bir-birinin içinə girməsi, sonra mən göstəriş verəndə bu əzəllər genişlənməsi, bu proses necə olur? Elə o pasebniklər olur. Onun üstündə bir reyslərdə hərəkət edən bir sistemdir də. Bu sistemin içində yağlanmaları var. O hərəkət edən o halqaların paslanmaması üçün ora müəyyən bir vaxtdan indi belə sadə dillə deyək, onu yağlayırlar. Orada ciddi bir proses və xidmət və qulluq gedir. Ki mən əlimi yumacam və açacam. Sadə bir dənə prosesdir. Bir dənə bunu düşünəndə görürsən ki, biz nə qədər əslində kosmos böyük deyil, ən böyük kosmos insanın özüdür. Kainatdan da böyük proseslər bizim içimizdə gedir. Deməli, biri bədən tərəfdən. İkinci, öz deyəndə nə gəlir? Bu vücud olaraq ekzistensial tanıma. Ekzistensial tanıma nədir? Maraqlı bir faktla qarşılaşırıq. Biz daha dərin psixologiya deyim də, ekzistensial terapiya və bu mövzu ilə işləyən insanların əsərlərində baxıb görür ki, insan öz bədənini unuda bilir. Yəni, məsələn, Hasan demişik ki, bu əl mənimdir. Məsələn, sizdə elə bir şey olub demişik ki, bu əl mənimdir. Bu çiyin mənə məxsusdur. Rollo May'in bir əsəri var, özünü axtaran insan. Bu mənimdir, bunun maliki mənəm. Özünü axtaran insan əsərində, yəni insan özünün axtarışında, belə tərcümə eləyək. Orada bölmələrdən biri budur, bədən. Və deyir ki, biz çox vaxt bu bədənin bizə məxsus olduğunu unuduruq. Uşaq deyir, ilk anladığı mövzulardan biri budur. Bu əl mənimdir. Deyir, uşaq bunu başa düşür ki, bu əl mənimdir. Çimdikləyəndə ağrıyır. Ancaq sonradan biz onu unuduruq. Bədəndən istifadə edirik, fərqinə varmadan ki, bu mənimdir. Və deyir ki, bir dənə onu dərk, insanın bir çox psixologiyasında dərklərə səbəb olur. O bilmək ki,
Hansı dər ki, mən canlıyam, mən varam. Biz çox vaxt mən var olduğumu dərk eləmirəm. Maraqlı bir məqamda, məsələn, mən bununla da əlaqələndirirəm ki, mənim var olduğumu anlamaq bu da Rəbbə sənə gedib çıxardır. Amma mən dərk eləyirəm, hiss eləyirəm, qarşımda olanlar insanlar da canlıdır. Mən əlim, nə bilim, bu taxtaya dəyir, mən bu taxtanı hiss edirəm. Bu balaca bir şey deyil. Üçüncü, mən deyərdim ki, insanın psixologiyasında olan hisslər, insanın psixikasını anlamağı və orada baxıb görürəm ki, mənim hisslərim var. Bu hisslər heç vaxt maddi qabın içində ola bilməz. Bu hisslərin qabı da metafizik olmalıdır. İçində sevgi var. Daxili aləmim bədənimdən heç də zəif deyil, daha mürəkkəbdir. Bununla da bir tanrıya gedib çıxmaq olur. Və bir dördüncü bir mən deyəndə də beynimə bir şey gəlir. Bu artıq irfani bir dərkdir. Mənə də bir şey saxlayır. Psixikadan da o tərəfə getmək. Ki, insanın irfani olaraq anlamaq ki, yəni psixologiyadan da dərində də bir qatılar var. Hələ irfanı... İrfanda saxladım. İrfanda mən bir daha cavab verim də olar. Bir dənə də maraqlı ariflərin yanaşması var mövzuya. Burada hədis belədir də, kim özünü tanısa Rəbbini tanıyır. Sanki belə başa düşür ki, iki dənə tanışlıq vardı, öz Allah. İki mərifət, öz Allah. Ariflər deyir ki, yox. Burada insan özünü tanısa Rəbbini tanıyır. Burada iki mərifət yoxdur. Nə mənada? Deyir ki, insan özünə baxdıqca, daha dəqiq və dərin baxdıqda Allahın adlarını görməyə başlayır. Onu görməyə başlayır. Nə mənada? Ayə də belə gətirirlər. Deyir ki, zər aləminə məxsus, o aləm nə aləmdir, işim yoxdur. Deyir, Allah insanları yaradır. Deyir ki, əşhədəhum alə ənfusihim. İnsanlara özünü göstərir. İnsanlara özünü göstərənə suala baxın. Ələstu bi Rəbbikum, Rəbbiniz deyiləmmi? Sualın mövzuya nə dəxli var? İnsana deyilən özünə baxır, deyir, mən sən Rəbbin deyiləm. Cavab, bəla, bəli, sən mənim Rəbbimsən. Nə gördülər ki, onu dedilər? Ariflər deyir ki, ora özlərinə baxanda onu gördülər. Yəni, Allaha mərifət tapdılar. Bu bir ayə. İkinci ayə. Deyir, Nəsiyallah fə ənsahum ənfusəhum. Allahı unutdular, bədəl bu oldu, məntiqi nəticə bu oldu, özlərini unutdular. Bu cəza deyir ha. Baxın, bir var, antoloji cəza var, bir də məsələn belə bir cəza var ki, tutaq ki, filan kəs oğurluq eləsə 7 il iş kəsəcəklər. Bu bir növ cəzadır. Bir cəza da var ki, əlvi elektrik cərəyanına vurma, ölərsən də. Bu da bir başqa tür cəzadır da, amma bunu oturub qərarlaşmamışıq da. Yəni, bu təbii nəticəsi budur. Ayə ikinci növdəndir. Deyir, Allahı unutsun, bədəl nəticə budur ki, özü unutacaqsan. Çünki mümkün deyil axı, onu unudanırsa özü görə bilməyəcəksən. Yəni, daha burada öz insan gəlir, dayanır, harda bu mövzuda daha bu Allaha mərifət mövzusunda gəlir, yerini tapır. Yəni, insan özünə baxanda onu tapmağa başlayır. Yəni, burada daha Allah-şünaslıqdır ilk mövzu. Birinci mövzu elə Allah-şünaslıqdan başlayır. Bir dənə belə irfani cavabsa da verim. Burada beynimə bir məqam gəldi. Mən ərəfə, nəfsə deyəndə orada ərəfə əslində irfan sözünün köküdür. Hər kim öz nəfsinə arif olsa, hər kim öz nəfsinə irfan tapsa. Və bu hədis əslində irfanın bir prinsipidir. Mərifətdir də, məlumatdır. Hə, o məlumat deyil. Burada əslində hədis ona toxunur ki, hər kim arif olsa Rəbbini tapar. Yəni, səthi özünlə tanışlıq səni Rəbbə aparmayacaq. Sən dərinə varmalısan, o okeanın dibinə girib mərifət tapmalısan, irfan tapmalısan ki, gedib Rəbbə çıxa biləsən. İrfan insanı dünyadan uzaqlaşdırır, yoxsa dünyanı daha aydın göstərməyə kömək eləyir? İkinci cümləni. Arif insan daha dəqiq görür dünyanı, deyərdim. Belə deyək də, həqiqətləri anlayır. Peyğəmbərin bir duasını deyə bilərəm. Deyir, İlahim, mənə hər şey olduğu kimi göstər. Mükəmməl duadır. İnsan bəzi vaxtlar olduğu kimi görmür. Ya görmək istədiyi kimi görür, ya heç həqiqəti görmür, ya da göstərilə görmək istəmir. Hər halda. Amma olduğum kimi, olduğu kimi mənə göstər. Arifin baxışında, Arifin iki dənə baxışı var deyirlər. Biri kəsrət baxışıdır, biri vəhdət baxışıdır. Çoxluğu da görür, onun içində vəhdəti də görür. İcazə verirsə bir də ayə deyim. Çox düşündürüm mənə ayə və sonra təfsirinə də baxmışam, maraqlı bir məna çıxdı qarşıma. Deyir, insan aləmlərə baxır. Fi xalqis səmavati vəl ard. Göylərə baxır, yerə baxır, baxır. Sonra təfəkkür edir. Sonra nə deyir? Ma xalaqta haza batilən.
Sən bunu boş yaratmamısan. Nöqtə. Demir bunları. Deyib bunu. Həuləi demir, ərəb dilində qrammatikasını deyirəm də, bunları demir. Əslində tələb bu idi ki, cümlənin sonluğu. Bəzi vaxtlar bir ki, o ərəb Quran-ı Kərim o pozur o qaydaları yaxşı mənada. Quranın öz bir qaydası var. Ona görə hər ərəb dili bilən Quran tərcümə edə bilməz. Heç Quranın məsələn süfrəsində oturmayıb, Quranın belə deyək də o məarifini dadmayıb, o Quranın məarifindən belə deyək sirab olmayıb, istədiyi kimi Quran ayələrini götürür, istədiyi kimi də danışır. Başa düşürsünüz? Quran özünün bir metodikası var. Quranı yaxşı anlamaq demək deyil. Və Quran öz spesifik dili var, fitrət dili. Fitrət, bir Allah fitrətdən söhbət getdi də. O insanın o ruhu var. Bəzi vaxtlar mövzunu anlamışam, başa düşürəm amma izah eləyə bilmirəm. Amma o hamıda aiddir də, hamımıza. Hardan hara gəldim? Quran elə bir qaydanı pozdu. Deməli idi ki, baxırsan göylərə və yerlərə, deyirsən bunlarda Allah bunları boş yaradı. Belə yoxdur. Bunu. Bu nə deməkdir? Sanki Allah istəsin ki, bunların içində bunu görmək qabiliyyətində olmalıdır. Onu görmək, tək olanı görmək, vəhdəti görmək, kəssətin içində ilişib qalmamaq, Allahın əlini görmək, Allahı görmək, pərdənin arxasında onu görmək. Bax, hünər budur. Arifin də elə hünəri budur ki, bu kəssətin içində Allaha qafil olmur. Bizim bir dənə xüsusiyyətimiz var, biz bir müddət sonra qəflətə varırıq. Biz unuduruq, yaddan çıxardırıq. Start verəndə, başlayanda yaxşı başlayırıq. Yaxşı başlayırıq, Allahla başlayırıq. Amma udanda elə bil ki, özümüz uduruq. Bir idmançı idi, yaxşı bir belə bacarıqlı idmançılardan biri idi. Bir yerdə bir görüşümüz olmuşdu. Mənə dedi ki, biz de idmana çıxırıq, idmana çıxmamışdan o səcdəyə gelirik. Kamran müəllim yaxşı bir söz dedi, biz keçən də söhbət edəndə deyim, mən deyib başlayanda hər hansı bir, məsəl ki, film, ya Musavvir deyəm, mənə kömək elə də. Məsələn, o deyirdi ki, biz idmana çıxanda birinci gedirik səcdəyə. Allah kömək ol, Allah. Deyib, burada getmək asandır. O qələbə çalanda sonra vurmursan ha, ürəyin üstünə ya. O əsas odur. Udanda ürəyivə vurursan, qabaqcılığınla mı səcdəyə yersən? Bu, ümumiyyətlə, insan həyat hekayəsidir bəzi vaxtlar. Qəflət də budur. İnsan startı Allahla başlayır. Amma o çatanda o nöqtəyə, finişə çatanda Allah yox. Əl-qapı arxasında olanda Allah deyirsən, oradan çıxandan sonra mən deyirsən. Bəli. Burada əslində bir dənə də bir sual mənim beynimə gəldi. Ümumiyyətlə, irfan nədir? Məsələn, danışırıq da irfandan. Dinləyicilər üçün bəlkə də bu belə anlaşılmaz bir ifadədir də, irfan. Və irfan hardan gəldi, çıxdı? Biz əxlaq bilirik, təfsir bilirik, İslam elmləri içərisində nə bilim, əqaid bilirik də. Bu irfan hardan gəldi? Ümumiyyətlə, irfan nədir? İrfan deyəndə iki hissəli bir məktəb nəzərdə tutulur. Bir nəzəri hissəsi olan, bir də praktik hissəsi olan bir məktəb, bir təlimlər sistemi. Və nəzəri hissədə biz nə görürük? Nəzəri hissədə bu cür sualları görürük ki, Allah ümumiyyətlə kimdir? Ona gedən yol nədən ibarətdir? Mən kiməm? İnsan kimdir? İnsanın bu yaradılışda yeri, bizim içimizdə, yəni onu qazsaq, o insanın içini nə qədər dərindir, yoxsa dayazdır, sonuna çatmaq olur, yoxsa yox, sonunda nə var? İnsan və Allah arasında olan pərdələr, maneələr bizi Allahdan nə uzaq saldı? Bu cür mövzuları danışır nəzəri hissədə. Bir də praktik hissəsi var. Praktik hissədə, yaxşı, mən bildim Allah kimdir, mən bildim insan kimdir, mən bildim onunla mənim aramda böyük bir fasilələr var. İndi mən ona necə gedim çatım? O necə çatım yollarını öyrədir praktik tərəf. Bütün bunlara deyirlər irfan. Və bu sahədə də çox yazılmış əsərlər var da. Məsələn, Muhiddin Ərəbinin əsərləri var. Futuhatul Məkkiyyə. Burada klassik əsərlərdən sayılır. Fususul Hikəm. Fususda Muhiddin Ərəbi Quran-ı Kərim ayələri əsasında hər fəsil, hər bölməni də bir peyğəmbərə həsr eləyib, onun simasında Allah nədir, Allahı hansı formada anlamaq olar, ona gedən yollar nədir, bunu izah edib. Təmhidül Qavaid var, İbn Türkiyyin əsərləri. Bunlar hamısı belə fundamental əsərlərdən sayılır. Sonra Camiül Əsrar əsəri var. O əsərlərdə bu dediyimizin bəzən nəzəri, bəzən əməli irfandan burada danışıblar. Bir dəfə İbn Sina
İbn Sinanın dövründə məşhur ariflərdən biri olur. Əbu Səid Əbul-Xeyr. Öz dövrünün tanınmış arifidir. İbn Sina fəlsəfədə tanınır, bu da irfanda tanınır. Hər ikisinin də öz müridləri var. Hamı gözləyir ki, bu iki ustad bir gün görüşsün. Bunların arasında bir, belə deyim də, bir dava düşsün də, görək kim qalib gəlir, fəlsəfə gücüdür, yoxsa irfan. Nəsə, bunların görüşü tarixdə var ki, baş tutur. Görüş baş tutanda hər ikisi o Shaolinin o ustadları kimi də bütün müridlərini çıxardırlar. Deyirlər ki, bir otaqda ancaq ikimiz olacağıq. Girirlər bir otağa və nəql olunur ki, 3 gün bir otaqda qalırlar. 3 gün. Ancaq yemək, içmək bu mövzularda kimsə daxil ola bilir. Qalan vaxtda 3 gün bunlar söhbət edirlər. Çıxandan sonra İbn Sinanın tələbələri gəlir onun ətrafına. Olur, kim uddu? Bunun kimi bir sual ki, Əbu Səid Əbul-Xeyri necə gördün? İbn Sina deyir ki, o şeyi ki biz deyirik, onlar görürlər. O şeyi ki biz danışırıq, məsələn, axirət var, Allah var, nə bilim, insan ruhu var. Nəyi ki biz danışırıq sözdə, görürlər. Bunlar onu görürlər. Gəlirlər Əbu Səid Əbul-Xeyrin tələbələri onun yanına, ustad, İbn Sinanı necə gördün? Necə oldu söhbətin nəticəsi? Deyir, o şeyi ki biz görürük, onlar onu deyirlər. Yəni, bizim gördüklərimizi də onlar deyirlər də. Əslində, İslamın iki dənə bir simasıdır. Bir tərəfi fiqdir, hüquqdur, nə bilim, əqaid hissəsidir, əxlaq hissəsidir. Bu nəzəri hissələrdir. Bir də bunun o birisi tərəfi var, o da irfandır. İrfanda görürlər, bu tərəfdə danışırlar. Məsələn, biz indi İbn Sina formatındayıq da, bizlər danışırıq. Ancaq bizlər o mahiyyət nədir? Bəlkə də bilmirəm, sizlər görürsünüz. Ancaq hələlik ki, o mərhələyə keçmir. Görmək istəyirik. Görmək istəyirik. Biz indi nəzəri tərəflərdən danışırıq da. Ancaq ariflər artıq o şeyləri müşahidə edirlər. Bir dənə də mühüm bir sual var. İrfan bizə hardan gəlib? Bəzilər deyirlər ki, bu Hind Buddist məktəbindən gəlib. Çünki asketizm, nə bilim, meditasiya, bu bizdə yox idi. Bunlar İslama, Hind Buddist kitablarının tərcüməsindən sonra, Məmunun dövründən sonra, ondan sonra yarandı. İslama, irfan İslama məxsus deyil. Bəzilər deyirlər ki, Neoplatonçulardan gəlib. Çünki qədim Yunanın irsidir, onun mədəniyyətidir, bizə gəlib. Adəm mövzusundan bu mövzu vardı. Əlləmə Adəm, ələsma kullaha. O da irfan açsaq mənası odur da, Adəmə öyrətdim bütün adları. Elə irfan da odur da, irfan arif kimə deyirlər, xəlifətullah olsun da, xəlifətullah kimə deyirlər, Allahın canişini. Allahın canişini, yəni bütün adlar buna təcəlli eləyir. Bu olur arifdə. Ona görə bu mövzu hər dövrdə aktual mövzu olub. İndi ola bilər nəzəri irfan məsələn tutaq ki, bir dönəm yazılıb, necə olub, nə olub, sistemləşməsi və s. Bundan işim yoxdur. Ümumiyyətlə arif mövzusu, irfan mövzusu, mərifət mövzusu elə bir xilqətin hədəfi elə budur ki, insan arif olsun da. İnsan niyə yaradım ümumiyyətlə? Sonda gəlib xəlifətullah olmalıdır. Hamıda da bu potensial qoyulub da. Ona görə əziz Allahımız Qurani Kərimdə deyir, mən insanları yaratdım, mən insanlara surət verdim, sonra dedim Adəmə səcdə edin. Nə dəxli? Yəni demir, Adəmi yaratdım, surət verdim, sonra dedim Adəmə səcdə edin. Yox, insanları yaratdım, insanlara surət verdim, sonra dedim Adəmə səcdə edin. Bunun mənası budur ki, yəni Adəm orada misaldır da, mövzu adamdır. Yəni mövzu adam, kamil insan. İrfan da o kamil insanı yetişdirir. Və bir də, Röşənəm, bir də mən söz deyim, sonra sizin kamil insan daha çox məsuliyyət hiss edən insandır. Çünki Allahın adları bunda təcəlli eləməlidir. Allah nə eləməlidirsə, bu onu eləməlidir. Xəlifə budur da. Allah nə eləməlidir? Allahu vəliyyullezine amenu yuxricuhum minəz-zulumati ilən-nur. Allah deyir ki, istəyir zülmətdən nura çıxartsın bəşəriyyəti. Xəlifət, Allahın xəlifəsi canişini, o arif nə eləməlidir? Bəşəriyyəti zülmətdən çıxartmalı nura. Əl-Əsam mübarək bir sözü var. Deyir, dağlarla səhralar haqqında qiyamət günü sorğu-sual olacaqsınız. Bu dağı da sənə tapşırıblar ki, bu dağı neynəməlisən? Dağı da sən pikə çatdırmalısan. Yəni, ümumiyyətdə bəşərin bir dənə missiyası var ki, bu dünyanı dəyişsin bu havasını. Əhl-Beyt məktəbinin bir dənə baxışı var. Mən mövzu biraz da, bu daha motivasiyadır da. Mən nə boyda qüdrətim var sənin. Əhl-Beyt məktəbində yanaşma tərzi budur ki, dünya sonda yaxşı olacaq və qiyamət baş verəcək, daha yaxşı olacaq. Bu, Əhl-Beyt məktəbinin baxışıdır. Yaxşı, bu dünyanı kim yaxşı edəcək? Bəşər eləməlidir bunu yaxşı. Bəşərin əlindədir. Yəni, dünya bərbad, abad olmayacaq.
Qiyamət anlayışı bu deyil. Bərbad olacaq, abad xeyr. Yaxşı olacaq, daha yaxşı. Təbdil anlayışı var. Elə bil ki, düzü dağılmalıdır. Amma qurulmaq üçün dağılmalıdır. Yumurta da qırılır. Amma içindən düzə çıxır. Daha kamil bir şey çıxır ortaya. Qiyamət o dünya sanki içindən çıxır. Biraz belə danışaq. Və yaxud belə deyim. Dünya lax yumurta misalında deyil. Lax yumurta içindən nə yemək olur, nə də içindən düzə çıxır. Yox, lax yumurta da dağılacaq, axırda boş. Yox. Əslində bu motivasiyadır ki, bəşər bir yerə gəlib çatmalıdır ki, dünyanın bütün gedişatını dəyişməlidir və cəvhəri hərəkətlə fəlsəfədə dünya dəyişilməlidir, başqa bir aləmə təbdil olmalıdır, yaxşı daha yaxşıya çevirməlidir. Bu kim eləməlidir? Bu Arif eləməlidir də. Ariflər eləməlidir də. Yəni Allah xəlifəsi olan insanlar eləməlidir də. Bunun başında düzdür gəlir Allahın belə deyək də imam dayanır mövzunun başında sözsüz. Amma o imamın da yanında belə bir insanlar yetişməlidir ki və belə bir qüdrət olmalıdır ki bu yekunda ki axırda bu dünyanın ab-havasını dəyişə bilsinlər. Bağışlayın Rövşən müəllim. Ancaq burada bu əslində bir neçə burada bir məqam olur da. Biz sırf əxlaqi tərəfdən irfana baxsaq, bəzilər deyir ki, bu məqbuldur. Ancaq arif, tarixdə gördüyümüz ariflər, onlar nə qədər İslam konsepsiyasına uyurlar. Məsələn, xanəqahlar. İslamda xanəqah deyilən bir mədəniyyət yoxdur və yaxud da onlar cəm şəklində... Hə, xanəqah elə bir yer olur, bir məkan olur. Bunlar çəkilirlər, orada ibadət eləyirlər. Və yaxud da bizdə etikaf var. Bir qısa müddətli kənara çəkilib ibadət eləmək. Ancaq aylarla davam eləyən etikaf, üzlət belə bir anlayış yeni bir anlayışdır. Və yaxud da ki, ariflərin meditasiyası bir yerdə Allah və müəyyən zikirləri demək, Yunisiyə zikrini 300 dəfədir, 700 dəfədir. Və yaxud da ki, bəzən olur ki, bir arifdən nəql edirlər, deyir bu gecə ruku gecəsidir. Gedir rukuya və gecəni sübhə qədər ancaq rukuda keçirir. O birisi gecə deyir bu gecə səcdə gecəsidir. Gedir səcdəyə sübhə qədər səcdədə olur. Üveys Qərani haqqında məsələn belə bir fikirlər gəzir. Bunlar nə qədər İslama uyğundur və bu İslama sonradan gətirilmə deyilmi? Yəni əxlaqi arif bunu qəbul eləyirlər ki, İslamda belə bir şey var. Ancaq bu dərəcədə dərinə getmək və yaxud da insan içində olan o mərhələlər, onları aşmaq və yaxud da mükaşifələr, qeybi görüntülər, bunlar əxlaq məktəbində yoxdur da. Bunun maraqlı bir cavabı var. Ümumiyyətlə deyirlər ki, irfanın biz tezis və prinsiplərinə baxsaq, bunun hamısını biz Quranda görərik, bir də hədislərdə görərik. Və o iddialar ki, irfan kənardan gəlib, məsələn, hardan gəlib? Deyirlər ki, xristian rahibliyindən gəlib. Xristian rahibliyində biz sosiallaşma görmürük. Ancaq İslam həqiqi irfanda sosiallaşma var. Və yaxud da deyirlər, hardan gəlib? Hind budistlərindən gəlib. Məsələn, Hind budistlərində onlarda heç bir zaman o tohidi prinsipləri yaxın ola bilər irfan məktəbinə. Ancaq orada peyğəmbərlik yoxdur. Məsələn, Hind budizmində peyğəmbərlik deyilən bir anlayış yoxdur. Və yaxud da Yunandan gəldiyini iddia edirik. Yunandan da baxanda yenə də görürük ki, orada prinsiplərin bir çoxu, yəni irfanda var, orada yoxdur. Ona görə bunun kökləri ilə İslamın özündən gəlib. Siz dediniz, Adəmlə bağlı adları öyrətdi. Bu cür ayələrdə biz baxıb görürük ki, bunların əslində irfanın kökü elə hamısı dayanıb elə İslamın əsaslarına. Yaxşı, bundan kənara çıxmalar olur, kənara çıxmalar olur. Ona görə bizim meyarımız həqiqi və yanlış irfanı ölçməkdə bir Qurandır, hədislərdir, bir də ağıldır, bir də İslam hüququ, İslam şəriətidir. Ona zidd olan irfani metodologiyanı bizlər qəbul eləmirik. Məsələn, bir arif deyə bilər ki, onların bir qrupları var. Onlar deyirlər ki, yol bölünür 3 hissəyə. Biri şəriətdir, biri təriqətdir, biri həqiqətdir. Bu şəriət, yəni İslam hüququ sənə nəyə görə lazımdır? İbadət eləyəsən ki, yola düşəsən. Bu yol, bu təriqət sənə lazımdır ki, səni çatdırsın həqiqətə. Sən çatdırdın həqiqətə. Həqiqətə çatandan sonra pilləkənə ehtiyac var? Qətiyyən yoxdur. O pilləkən şəriətdir. Yəni şəriət sənə lazımdır ki, sən çıxasan yuxarı mərtəbəyə. Sən artıq çıxdın yuxarı mərtəbəyə. Pilləkənə nə ehtiyac var? Onu özündən niyə dartırsan? Hara getmək istəyirsən? Məsələn, bu məktəb, irfanın bu məktəbi, onlar deyir ki, müəyyən bir vaxtdan sonra, insan həqiqətə çatandan sonra, arif həqiqətə çatandan sonra ona ibadət etməyə ehtiyac yoxdur.
Heç həcc əməllərinin icrası belə onun üçün vacib deyil. Yanlışdır da ama bu fikirlər, onu demək Hə, istəyirəm. bu yanlışdır. Ki əslində bunun cavabını verirlər ki, deyirlər Həzrət Əli irfana çatmışdı, yoxsa yox, həqiqətə çatmışdı, yoxsa yox. Ancaq harda şəhid oldu? Məsciddə, ibadətdə, mehrabda. Yəni sizin piriviz, sizin yolun başında duran şəxsin özü ömrünün sonuna qədər ibadət edib. Deməli peyğəmbərin özü ömrünün sonuna qədər insan ibadət elədi, öz bəndəçiliyini heç vaxt unutmadı da. Deməli bu yanlışdır. Sən ümumi prinsiplərə baxırsan, əgər o irfanın təqdim elədiyi metodlar o prinsiplərə ziddirsə, onu sən təbii ki, qəbul eləmirsən. Bu o qədər geniş mövzudur ki, icazənizlə bu mövzuya bir də qayıdarıq. İnşallah qayıdar. Çox sağ olun.